Salam əziz izləyicilər. Bu gün sizə bloka aid belə bir sual izahını verəcəm. Gəlin suala baxaq. Dərəcələri fərqli olan A və B çox ədədləri üçün A plus B cəminin dərəcəsi 2n kvadratı çıxılsın 3n, A minus B fərqinin dərəcəsi isə n kvadratı çıxılsın 5n plus 8 olarsa, n-in kiçik qiymətini tapın. İndi uşaqlar, biz burada bilmirik ki, A-nın dərəcəsi nədir, B-nin dərəcəsi nədir. Gəlin A-nın dərəcəsinə bir n deyək, B-nin dərəcəsinə də m deyək. Və həmçinin biz bilmirik ki, burada n böyükdür, yoxsa n böyükdür. Ona görə də iki hala baxırıq. Birinci hal n böyükdür m-dən, ikinci hal isə n böyükdür n-dən. Biz bilirik ki, çoxhədlinin dərəcəsi bir hədlinin ən böyük dərəcəsi idi. İndi gəlin burada cəmdən fərq yazaq. A üstü m, üstə gəlsin b üstü m. A üstü n çıxılsın b üstü m. Yenə burada da yazaq. İndi çoxhədlinin dərəcəsi bir hədin ən böyük dərəcəsi olduğuna görə birinci halda həm fərqdə, həm də toplamada yenə çoxhədlinin dərəcəsi ən böyüyü olan olacaq. Yəni n olacaq birincisində. İkincisində də yenə ən böyüyü m götürdüyümüzə görə dərəcə m olacaq. Yəni hər iki halda görürük ki, dərəcə dəyişmir. Yəni böyük olan böyük olur. Yəni fərqli bir şey olmadığına görə biz burada həm fərqdə, həm də cəmdə dərəcələri eyni götürməliyik. Onda 2n kvadratı çıxılsın 3n bərabər olacaq n kvadratı çıxılsın 5n plus 8-ə. İndi sadələşdirmə aparsaq, 2n kvadratından n kvadratını çıxsaq n kvadratı, 5n-i keçirək digər tərəfə olacaq plus 2n çıxılsın 8 bərabərdir 0. n1 və n2-ni tapaq. n1 mənfi 4 olacaq, n2 də 2. Demək, cəmləyəndə mənfi 2 olur, vuranda da mənfi 8. Demək, köklərimizdən biri mənfi 4, ikincisi də 2 olacaq. Bizdən də ən kiçiyini istədiyinə görə cavabı mənfi 4 götürəcəyik. Yəni, cavab olur C variantı.